İnşallah siz istədiyiniz vaxt dərsə baxa bilərsiniz. Salam, axşamınız xeyir. Salam, axşamınız xeyir olsun. Xoş gəldiniz Lamiyə xanım. Deməli, bugünkü dərsimiz Bismillahirrahmanirrahim. Allah Taala dinləyən hər kəsə xeyir versin. Hər kəs burada nə məqsədlə qulaq asır, öyrənirsə, onun tətbiqində Allah ona çox xeyir versin. Bol ruzu bərəkətiniz olsun mənim yoldaşlar. Deməli, dedik ki, bugün cümlə növlərini öyrənəcəyik, sadə cümlənin növlərini öyrənəcəyik və sadə cümlənin bildiyimiz kimi Azərbaycan dilində olduğu kimi ingilis dilində də 4 əsas növü var. Niyə əsas deyirəm? Çünki məsələn, sual cümlələrini keçəndə biz sual cümlələrinin konkret olaraq hansı növlərini məktəbdə keçiriksə, yenə də burada da sizə onu keçəcəm. Amma əslində elə sual cümlələri var ki, həmin sual cümlələri dərsliklərdə tədris olunmur. Amma biz sırf hansı cümlələri, hansı qrammatik qaydanı tədris ediriksə, məhz onları öyrənəcəyik bugün. Deməli, bunlardan da bilirik ki, nəqli cümlələrdir, sual cümlələrdir, nida cümlələri və əmr cümləsi. Ümumiyyətlə 4 növünü öyrənəcəyik. Və nəqli cümlənin də bu günlərim həm söz sırasını öyrənəcəyik və dedik ki, nəqli cümlələr həm təsdiqdə, həm inkarda ola bilər. Hər ikisinin söz sırası eynidir. Və cümlə olması üçün bu cümlədə bitmiş fikir və 2 qrammatik əsas olmalıdır. Yəni, cümlənin mübtədəsi və xəbər olmalıdır. Azərbaycan dilinin quruluşundan fərqli olaraq ingilis dilində cümlənin, sadə cümlənin söz sırası fərqlidir, sabitdir, dəyişməzdir. Yəni, biz nəqli cümlənin qəbul olunmuş sırasını, söz sırasını dəyişə bilmərik. Xüsusən də cümlə qur belə bir testlərdə biz bunu bilməliyik ki, hansı cümlə özvündən sonra və yaxud əvvəl gəlir. Bunları biləndən sonra cümlə qurmaq testlərində inşallah ki, bir çətinliyimiz olmayacaq. Deməli, dedik ki, sadə cümlədə mütləq şəkildə mübtədə və xəbər olmalıdır və ingilis dilində əsasən xəbər və mübtədə cümlənin əvvəlində gəlir. Yəni, xəbər dərhal mübtədənin yanında gəlir. Düzdür, indi siz deyə bilərsiniz ki, biz görürük ki, məsələn, bir var deyirsən ki, I go, bir də var deyirsən I always go. Bəs bu nədir? Biz ümumi strukturdan, onurğadan danışırıq, ümumi düsturdan danışırıq. Əlbəttə ki, zaman zərfləri, təyinlər, yer zərfləri, yəni digər ikinci dərəcəli üzvlər də cümlədə olanda cümlə böyüyür, genişlənir, sadə, müxtəsər, sadə, geniş cümlələr olur və bu geniş cümlələrdə əlbəttə ki, digər ikinci dərəcəli üzvlər də olur. Amma söz sırası bir-birinin ardından gəlməsi bu dəyişməzdir. Xüsusən də mübtədə xəbər uzlaşmasında biz nəyə fikir verməliyik, onu bu günlərim indi öyrənirik. Deməli, nəqli cümlələrdə mübtədə xəbər tamamlıq, yer zərfi, zaman zərfi. Yəni, burada yer zərfi zaman zərfindən əvvəl də sonra da gələ bilər. Yəni, zərflər gəlir. Və bəzən də görürük ki, cümlənin əvvəlində zaman zərfləri gələ bilir. Bəli, ola bilir. Əgər cümlədə məntiqi vurğu varsa, məsələn, biz həmin hadisənin məhz bu zamanda baş verdiyini göstərmək istəyiriksə, cümlənin əvvəlində zaman zərfi gələ bilir və bu, həmin o zaman zərfinin məntiqi vurğusu olduğuna görə cümlənin əvvəlinə gətiririk. Amma ümumilikdə söz sırasının düsturu, xahiş edirəm yadınızda saxlayın, swapped, yəni subject, verb, object, place, time. Yəni, mübtədə xəbər, tamamlıq, yer zərfi, zaman zərfidir. Əlbəttə ki, əgər bu cümlə üzvlərindən hər hansı biri cümlədə yoxdursa, növbəti cümlə üzvü gəlir. Amma bu ümumi bir düsturdur. İndi gəlin zəhmət olmasa, biz belə bir cümləyə baxaq, ekranda görürsünüz. He leaned forward and stared out of the window. Baxın, bu cümlə sadə cümlədir. Niyə sadə cümlədir? Çünki bu cümlədə bir dənə mübtədə var, amma 2 dənə xəbər var. Yəni, bu 2 dənə xəbərin olması, bunlar həmcins üzvlərdir. Eyni mübtədəyə aid olduğuna görə bu cümlə sadə cümlədir. Və buradakı and bağlacısına baxırsınız. Bu and bağlacısı tabesizlik bağlacısıdır və bilirsiniz ki, tabesizlik bağlacıları təkcə cümlələri yox, həm sözləri, həm də söz birləşmələrini bir-birinə bağlaya bilir. Və siz fikir verirsinizsə, burada deyir ki, leaned
forward əyildi and stared və gözünü zilləyib baxdı. Baxın, hər ikisi feildir. Yəni, nə demək istəyirəm? Əgər bu təbəssizlik bağlayıcıları, bizim fənd pointslardan öyrəndiyimiz bağlayıcılar sözləri və yaxud da ifadələri birləşdirirsə, həm sağında, həm də solunda eyni nitq səsi olmalıdır. Yəni, necə deyim? Bu misaldan görürsünüz ki, həm özündən əvvəl, həm də özündən sonra xəbər gəlib. Ola bilər ki, məsələn, isimdirsə, hər iki tərəfdə isimdir. Yox, sifətdirsə, yenə də hər iki tərəfdə sifətdir. Yəni, bu and bağlayıcısı söz və ifadələri birləşdirəndə ancaq eyni cümlə üzvlərini birləşdirir. Bu cümlə sadə cümlədir. Əgər bir cümlədə hansısa cümlə üzvündən, tamamlıqdan, xəbərdən, mübtədədən 2 dənədirsə, məsələn, he and she, you and I və yaxud da bu cümlədə olduğu kimi 2 dənə xəbər varsa, bunlara cümlənin həmci sözləri deyirik. Yəni, bu cümlə sadə cümlədir, mürəkkəb deyil. Və bu cümlədə nələr var? Deməli, mübtədəsi var, he, nə etdi? Leaned forward and stared. Hər ikisi xəbərdir, həmcis xəbərlərdir. Out of the window, bu da haraya baxdı? Bu da yer zərfidir. Deməli, bu cümlə sadə geniş cümlədir. Əgər sadəcə baş sözlərdən ibarət olursa, yalnız cümlədə mübtədə və yalnız xəbər varsa, bu cür cümlələr olur müxtəsər cümlələr. Məsələn, əgər desəm ki, he leaned forward, bu olur müxtəsər cümlə. Çünki bir dənə mübtədə, bir dənə də xəbər olur. Yox, əgər orada baş sözlərdən başqa hər hansı bir ikinci dərəcəli xəbər, tamamlıq, təyin, zərf varsa, onda artıq bu olur sadə geniş cümlə. İndi baxdığınız bu cümlə sadə geniş cümlədir. İndi digər cümləyə baxaq. John Galsworthy is a great English novelist. John Galsworthy dahi İngiliz yazıcısı yaxud da roman ustasıdır, romançısıdır. Burada nədir? Yenə də bir dənə mübtədəsi, bir xəbəri var. İndi xəbər üzərində elə belə deməli, bir balaca toxunmaq istəyirəm. Nəyə görə bir balaca? Çünki cümlə üzvlərini də ayrıca keçəcəyik. Yəni, mübtədə nədir? Nə ilə ifadə olunur? Xəbər nədir? Nə ilə ifadə olunur? Hansı suallar var? Bunları ayrıca keçəcəyik. Amma diqqətinizi cəlb etmək istəyirəm nəyə? Birinci cümlənin xəbəri ilə ikinci cümlənin xəbərinə diqqət yetirməyinizi xahiş edirəm. Birincidə görürsünüz, bizim xəbərimiz feillə ifadə olunub. Əyildi və gözünüz eləyib baxdı. Baxırsınız, bax, burada hər ikisində nə etdi? Burada xəbərimiz feillə təyin olunur. Və feillə təyin olunan xəbər olur feili xəbər. Və feili xəbərdə həm sadə ola bilir, həm mürəkkəb ola bilir. Yəni, əgər təkcə bir sözdən, bir feildən ibarətdirsə, məsələn, she went. Bax, buradakı went feili xəbərdir və sadədir. Niyə? Çünki tərkibində sadəcə bir söz var, sadəcə bir xəbər var. Deməli, bu baxdığımız cümlədə isə leaned forward həm feil, həm də sözən olduğuna görə bu cümlənin xəbəri mürəkkəb sayılır. Yəni, tərkibindəki elementlərin sayına görə biz xəbərə sadə və yaxud da mürəkkəb deyirik, amma əgər feillə ifadə olunursa, buna deyirik feili xəbər, yox, əgər adlarla ifadə olunursa, buna deyirik ismi xəbər. Məsələn, ikinci cümləmizdə xəbərimiz ismi xəbərdir. Niyə? Çünki burada deyir ki, böyük novelistdir. Burada heç bir hərəkət yoxdur və hərəkət isimlə ifadə olunur. Nədir, kimdir, nəçidir? Deməli, bu ismi xəbərdə mürəkkəbdir. Niyə mürəkkəbdir? Çünki ingilis dilində yadımızda saxlayırıq ki, ismi xəbər mürəkkəb, sadə ola bilmir, ancaq mürəkkəb olur. Ya birləşdirici feildən və adlardan ibarət olur. Adlarda nədir? İsim, sifət, say, əvəzlik. Deməli, burada to be, yəni is, üstə gələk a great English novelist, bu ifadə birlikdə, hamısı birlikdə xəbərdir. Və buradakı ismi xəbər isimlə ifadə olunub. Novelist. The Second World War broke out in 1939. İkinci Dünya müharibəsi 1939-cu ildə başlayıb. The Second World War. Buradakı war, müharibə cümləmizin mübtədəsidir. The Second World, bu isə təyindir. Təyin edici sözlərin biri isimdir, digəri isə sıra sayıdır.
artiklımız da var. Yəni bunlar hamısı təyin edici bir ifadədir. Düz voya qədər həmin ismi təyin edir. Cümlənin mübtədəsi vodur və xəbəri broke out'dur. Başladı. Nə etdi? Feillə ifadə olunub. Feili xəbərdir və out həm feil, həm də söz önü olduğuna görə, yəni phrasal verb olduğuna görə bu cümlənin xəbəri mürəkkəb feili xəbərdir. Müəllimlər, bu hissədə anlaşılmayan, başa düşməyən nəsə varsa, xahiş edirəm soruşun. Və dedik ki, nəqli cümlə həm təsdiq ola bilir, həm inkar ola bilir. Yəni bunların hər ikisi nəqlidir, fərqi yoxdur. Və biz cümlədə ancaq bir neçə cümlə özünün adını çəkdik, təyin haqqında danışmadıq. Niyə? Çünki təyinin yeri sabit deyil. Təyin elədiyi isimdən əvvəl də gələ bilər, sonra da gələ bilər. Amma bu swapped, bu ümumi bir düsturdur, dəyişilə bilmir. Əlbəttə ki, bəzi zaman zərfləri var ki, daha doğrusu tezlik bildirən zərflər var ki, mübtədə ilə xəbərin arasında yerləşir. Bu da növbəti dərslərimizin mövzusudur. Deməli, cümlənin, nəqli cümlənin nə olduğunu bildik və indi isə sual cümləsinə baxırıq. Sual cümləsinin biz 4 növünü öyrənirik, həm Azərbaycan dilində, həm ingilis dilində. Amma məsələn, interrogative sentence'in 4 dənə növündən başqa, məsələn, declarative interrogative sentence'lər var, echo sentence'lər var ki, bunlar da sual cümlələridir. Nəzəriyyələr də var, amma tədris olunmur. Amma qrammatikada təkcə 4 dənə cümlədən ibarət deyil. Deməli, hər bir sual cümləsinin də öz söz sırası var. Məsələn, ümumi sual cümlələrinin söz sırası köməkçi feil, mübtədə, əsas feil. Xüsusi növ sual cümlələrinin söz sırası isə tamam fərqlidir. Gəlin əvvəlcə bu ümumi sual cümlələrini gözdən keçirdək. Sonra isə həm xüsusi, həm ayrıcı sualların, həm də alternativ sualların söz quruluşu haqqında, söz sırası haqqında danışacaq. Baxırıq, deyir ki, do you live in the city? Bu cür cümlələr yes, no question'da deyilir. Çünki bu cümlələrə bəli və yaxud da xeyr deyə cavab verə bilirik. Və bu cür cümlələrdə bütövlükdə cümlənin özünə verilir. Yəni, hər hansı bir cümlə üzvünə, ya mübtədəyə, ya xəbərə, ya təyinə, ya zərfə yox, birbaşa bütövlükdə cümləyə verir. Deyir ki, sən şəhərdə yaşayırsan və buna da cavab verə bilərəm ki, yes, I do, or no, I do not. Bir balaca bir nüansa da toxunum. Məsələn, sadə gələ bilər, amma yenə də bilməyimiz lazımdır. Bu cür suallara cavab verərkən, bəli, xeyr cavabı verərkən yadda saxlamaq lazımdır ki, bəli cavabında 3 element olur. Yes, I do. Yes, vergül, sonra mübtəda, sonra isə köməkçi feil gəlir. Hansı köməkçi feillə? Məsələn, do ilə sual veririksə, do ilə cavab qaytarılmalıdır. Əgər zaman zərfi yoxdursa cümlədə. Köməkçi feillə yox, modal köməkçi feillə sual veririksə, must-la, məsələn, could-la, eynən bu modal feillə də cavab verilməlidir. Və bir də yadımızda saxlayırıq ki, təsdiq suallar, əgər suala təsdiq cavabı verirsənsə, burada qısaltma olmur. Yəni, deyirsən ki, yes, I do, yes, I am, açıq. Yəni, deyə bilmirsən ki, yes, I'm, yes, you are. Bu açıq olmalıdır. Yes, you are. Yes, he is. Qısa forması olmur. İnkar cavabda isə 4 element olur. No ilə başlayıb notdan bitir. Burada isə həmişə qısaltmalarına verirlər. Məsələn, no, I don't. Məsələn, biz bunun cavabında yes, I do ayrı deyirik, qısaltma ilə bilirik. Amma inkarda no, I don't məhz qısaltma ilə veririk. Deməli, ümumi sual cümlələrinin bəli, xeyr cavabı tələb eləyir. Bunlar biri təsdiq olur, biri inkar olur. Və deməli, xüsusi sual cümlələrinə baxaq. Gəlin bunlara baxaq. Bayaq dediklərimə gəlin baxın, müəllim yoldaşlar. Deyir ki, yes, I do. Görürsünüz ki, hər bir cümlə üzvünü sayırıq. 1, 2, 3 element olur. İnkarda isə 1, no, mübtədə, I, do, not. 4 dənə element olur. Və təsdiq cümləsində gördüyünüz kimi ixtisar yoxdur. İnkar cümləsi isə adətən ixtisar
ixtisarla deyilir. Əlbəttə ki, açıq da deyilə bilər, amma sürətli danışıqda adətən ixtisarla deyilir. Yəni, daha çox tərcih ediləni ixtisardır, amma ixtisarsız da, yəni tam şəkildə də vermək olar. Are you a teacher? Are you a teacher? Baxın, to be feilinə sual verir. Ona görə cavabımızda da yenə to be feilidir. Yes, I am. No, I am not. Yenə baxırıq. Təsdiq cümləsi ancaq açıq şəkildə olur, ixtisar olunur. İnkar cümləsində isə həm ixtisar ola bilər, olmaya bilər. Amma sürətli danışıqda adətən ixtisar şəklində olur. Açıq yox, məhz ixtisar şəklində olur. Xüsusi sual cümlələri. Xüsusi sual cümlələrinə niyə xüsusi sual cümləsi deyirik? Çünki ayrı-ayrı cümlə üzvlərinə verilir. Ya cümlənin mübtədasına, ya xəbərinə, ya tamamlığına, ya yer zərfinə, yəni ayrı-ayrı cümlə üzvlərinə verilir və buna görə də sual əvəzlikləri və yaxud da sual zərflikləri ilə başlanır. Gəlin baxaq görək hansı sual əvəzliklərimiz var. Who, what, whose, which və bunlar hansı cümlə üzvlərinə verilir? Məsələn, başlayaq who-dan. Who adətən deməli, mübtadiyə verilən sual cümləsidir və əgər mübtadiyə sual verilirsə, yadımızda saxlayırıq ki, mübtadiyədən, yəni who-dan sonra do, does, did işlətmək olmaz. Əgər mübtadiyə verilirsə, məsələn, tutaq ki, deyirəm ki, Ayşən goes to the hotel və mən indi bu sualı verəndə birbaşa mübtadidən sonra feili, yəni əsas feili işlədəcəm. Burada köməkçi feil işlətmək olmaz. Yəni, əgər cümlənin mübtadasına verilirsə, birbaşa mübtadidən sonra xəbər gəlir. Who goes to the hotel? Who goes to the hotel? Əgər burada keçmiş zamanda olsaydı, Ayşən went to the hotel. Who went to the hotel. Yəni, biz mübtadiyə verilən sual cümləsində do, does, did-dən istifadə edə bilmərik. Digər zaman cümlələrində olanda sual cümlələrini mübtadəsinə sual verəndə ola bilər. Amma əgər indiki və keçmiş sadə zamanda mübtadiyə sual verilirsə, heç vaxt who-dan sonra do, does, did işlətmək olmaz. Who təkcə mübtadiyə yox, eyni zamanda tamamlığa verilən sualdır. Məsələn, Ayşə goes to the hotel with her daughter. Ayşən qızı ilə birlikdə otelə gedir. İndi əgər mən Ayşənə yox, qızı ilə, kimi ilə sualını versəm, burada söz sırası belədir. Who does Ayşən go to the school with? Ayşən kimi ilə otelə gedir? Deməli, sadəcə mübtadiyə verilən sual cümləsindən başqa bütün xüsusi sual cümlələrin söz sırası belədir. Gəlin baxaq. Who, köməkçi feil, özür istəyirəm, sual əvəzliyi, köməkçi feil, mübtədə, əsas feil. Gəlin bax bu mən oxunan göstərdiyim B yazılmış cümləyə baxaq. Deməli, birinci nə gəlib? When will the delegation arrive? Birinci nə gəldi? When sual əvəzliyi, sonra will köməkçi feil, daha sonra the delegation mübtəda və arrive əsas feil. Bu söz sırası xüsusi növ sual cümlələrində hər zamanda, hansı zamandan asılı olmayaraq, indiki sadə, indiki davam edici, ümumiyyətlə bütün zamanlarda xüsusi sual cümlələrinin söz sırası məhz belədir. Sual əvəzliyi, köməkçi feil, mübtəda və əsas feil və bu söz sırası pozula bilməz. İndi gəlin bir neçə misala baxaq. Who is that woman? Bu, əlbəttə ki, mən dediyim söz sırası feili xəbərə aiddir. Burada isə gördüyünüz feili xəbər deyil də, ismi xəbərdir. O qadın kimdir? Və burada nəyə baxırıq? Who ilə verilən suallar adətən xəbəri üçüncü şəxsin təkində tələb edir. Biz, məsələn, təkdə verilən sual cümləsinə cəmdə cavab verə bilərik. Məsələn, who is in the room deyirsə, otaqdakı kimdir? Yəni, üçüncü şəxsin təkində sual verirsə, children are in the room cəmdə verə bilərik. Və sualda da yenə who are in the room deyə bilərik. Amma bu, yəni qrammatik cəhətdən yanlış deyil. Amma ən çox istifadə olunanı əsasən üçüncü şəxsin təkini tələb edir. Və bilirik ki, mübtədə təkcə
canlı olmur, eyni zamanda cansız mübtadi də ola bilir. Əgər cansız mübtadiyə sual verilirsə, whatdan sonra da do, does, did işlətmək olmaz. Yox, əgər what tamamlığa verilirsə, bütün digər sual cümlələrində dedik ki, bir mübtadiyə veriləndən başqa hamısında söz sırası sabitdir, dəyişməzdir. Əvvəlcə gələcək sual əvəzliyi, sonra köməkçi feil, sonra mübtəda, sonra isə əsas feil. What eyni zamanda həm tamamlığa, həm də mübtadiyə verilən sual əvəzliyidir. Cümlənin xəbərinə verilən sualda isə adətən 2 dənə do feili istifadə olunur. Bunun biri köməkçi feil, digəri isə əsas feildir. Məsələn, what do you do? Buradakı birinci do köməkçi feildir, ikinci do isə etmək mənasını verir və əsas feildir. Bir şey də deyim ki, xüsusi növ sual cümlələri tam cavab tələb edir. Biz buna bəli, xeyr deyə bilmərik. Məsələn, əgər deyirsə, why are you late? Nəyə görə gecikmisən? Bunun cavabını verməliyik ki, I'm sorry, the traffic, there was a heavy traffic. Trafik sıx idi, ona görə. Yəni, buna tam cavab vermək lazımdır. Bəli, xeyr cavabı vermək olmaz. Deməli, üçüncü sual növü alternativ suallardır ki, alternativ suallar demək olar ki, xüsusi növ ümumi sual cümlələrinə oxşuyur, yəni köməkçi feillə başlayır. Sadəcə olaraq burada 2 dənə seçim var. Do you live in the village or in the city? Baxın, əgər or bağlayıcısı olmasa, ora qədər olan hissə elə bizim bildiyimiz adi ümumi sual cümləsidir. Sadəcə olaraq or bağlayıcısı ilə bir başqa seçim də verir. Elə seçim deməkdir, alternativ seçici deməkdir. 2 dənə seçim verir və bu suallara da tam cavab vermək lazımdır. Çünki sən kənddə yoxsa şəhərdə yaşayırsan cümləsinə bəli, xeyir cavabı vermək olmaz. Ona görə də bu suallara da tam cavab vermək lazımdır. Və yaxud da digərinə baxaq. Does he study English or German at school? O məktəbdə ingilis yoxsa alman dilini öyrənir. Have they got a letter or a telegram? Onlar məktub və yaxud da telegram alıblar. Is he a teacher or a doctor? Baxın, hamısında 2 seçim verir. Yəni, or bağlayıcısı görəndə artıq hamı bilir ki, bu deməli, ümumi disjunctive, yəni ayrıcı sual, alternativ sualdır. Disjunctive question. Evet, disjunctive ayrıcı sual cümləsidir və digər sual cümlələrindən fərqli olaraq cümlənin birinci hissəsi nəqli cümlə kimi gəlir və sonda sual işarəsi qoyulmur, yəni nöqtə qoyulmur, vergül və vergüldən sonra isə sual hissəsi başlayır. Bu sual cümlələrində digər suallar cümlələrinə nisbətən biraz diqqətli olmaq lazımdır. Nədə diqqətli olmaq lazımdır? İndi siz növbəti dərsimiz üçün test götürəcəksiniz və orada görəcəksiniz. Birinci apostrof S-ə fikir vermək lazımdır. Niyə? Çünki bu apostrof S həm yəlikal ola bilər, həm S-in qısa forması ola bilər, has-in qısa forması ola bilər, həm is-in qısa forması ola bilər. Ona görə də diqqətlə bilmək lazımdır ki, biz bunun sual hissəsini də eynən həmin köməkçi feillə verməliyik. Əgər orada has-dirsə, biz iz götürə bilmərik, yaxud da ola bilər yəlik haldır, biz onu məsələn has kimi, is kimi götürə bilmərik. İkinci də daha çox fikir vermək lazımdır modal feillərə. Çünki biz bilirik ki, ən çox have to, has to və had to-da belə problemlər olur. Bu modal feillərin sualı özü ilə düzəlmir. Və burada fikir vermək lazımdır ki, əgər cümlənin xəbəri have-dirsə, has-dirsə, biz do, does-la, yox əgər had-dirsə, did-lə sual verməliyik. Yəni, ayrıcı sual hissəsi bu köməkçi feillərlə olmalıdır. Yəni, digər modal feillərdən fərqli olaraq have to, had to, has to modal ifadəsində sual və inkar forması köməkçi feil vasitəsilə yaranır. Özü ilə yaranmır. Amma have got və yaxud da has got olarsa, have got to, has got to. Çünki have to modal feilinin bir digər variantı da have got to modal feilidir.
Elə have, malik olmaq mənasında da. Have özü cümlədə sual yarada bilmir, amma have got cümlənin əvvəlinə keçib sual yarada bilər. Bax, bunlara fikir vermək lazımdır. Ən əsas da fikir vermək lazımdır ki, deməli, birinci hissə təsdiqdədirsə, ikinci hissə inkarda və yaxud da əksin olur. Bunlara da fikir verməyinizi xahiş edirəm. Yəni, əgər cümlə hissəsi təsdiqdədirsə, sualı inkarda və yaxud tərsinə qoyuruq. Ayrıcı sualları işləyərkən diqqət verməli bir şey də cümlə növüdür. Məsələn, əgər bu cümlə əmr cümləsidirsə, yadınızda saxlayın ki, əmr cümləsi disjunktiv sual hissəsi gələcək zamana aid olur. Məsələn, deyirəm ki, Şadzeda will you? Yadınızda saxlayın, əmr cümlələrinin ayrıcı sual hissəsi düzəldərkən bu gələcək zamana aid olur. Əgər əmr cümlələri let's-lə başlayırsa, onda shall deyəcəksən. Let's go for a walk. Shall we? Bax, buna yadınızda saxlamanızı da xahiş edirəm. Deməli, əmr cümlələrində disjunktiv hissə gələcək zamana aid olur. Və disjunktiv cümlələrdə ikinci hissə, sual hissəsi adətən ixtisarla verilir və yadınızda saxlayın ki, birinci şəxsin təkində I am your friend, amn't I deyə bir şey yoxdur. Yadınızda saxlayın ki, ya bunu am I not şəklində və yaxud da aren't I şəklində veririk. Disjunktiv sualları işləyərkən rast gələ biləcəyiniz bütün çətinlikləri nəzərinizə çatdırdım. İnşallah sabah üçün siz bu sadə cümlənin növlərində işləyəndə inanıram ki, bunlara da fikir verəcəksiniz. Və nəhayət, imperative sentence, yəni əmr cümlələri. Əmr cümlələri gərək əvvəlcə bilək necə düzəlir ki, biz bu əmr cümlələri işləyəndə əziyyət çəkmək. Əmr cümlələri sadəcə məslərdən to hissəciyinin atmaqla düzəlir. Məsələn, tutaq ki, getmək məsləri necədir? To go. İndi mən əgər bir əmr cümləsi düzəltmək istəyirəmsə, sadəcə məslərdən to-nu atıram və onu xüsusi intonasiya ilə tələffüz edirəm. Go. Deməli, əmr cümlələri feillə başlayır və burada xitab olur. Ona görə də əmr cümlələrində həmişə deməli, əvəzliklər ikinci şəxsin təki və yaxud da cəmi olur. You yaxud da yenə də deməli, sən yaxud da siz. Ona görə də əgər qayıdış əvəzliklərindən istifadə edəcəksə, məsələn, do it yourself, do it yourselves əmr cümləsində ancaq yourself və yourselves işlədə bilərik. Digər deməli, qayıdış əvəzlikləri əmr cümlələrində işlətmək olmaz. Üçüncü şəxsin təkinə aid olanda da, ümumiyyətlə, üçüncü şəxsin təkinə aid olan let him go belə bir cümlələr olur və burada da, deməli, bunlar da əmr cümləsi üçüncü şəxsin təkinə aiddir. İndi gəlin bu bir neçə cümləyə baxaq. Stop talking at the lesson. Görürsünüz, bax burada mübtədə yoxdur. Əmr cümləsində mübtədə olmur. Amma ikinci şəxsə ünvanlandığından biz onu bərpa edə bilərik. Məsələn, you stop. Yəni, ya ikinci şəxsin təki olur, ya da ikinci şəxsin cəmi olur. Yəni, demək istəyirəm ki, bu cümlələrdə mübtədə olmur, amma o təsvir edilir, biz onu bərpa edə bilərik və bu cümlələr tam tərkibli cümlələr hesab olunur. Come to see us on a Sunday. Bazar günü bizi görməyə gəl. Do come to my birthday party. Baxın, yoldaşlar, burada do nədir? Görürsünüz, iki dənə feil yanaşı gəlib. Buradakı do emphatic do'dur. Bəzən olur ki, testlərdə rast gəlirik, deyir ki, emphatic do-nu tap. Ümumiyyətlə, to be feilidir, to have feilidir, to do feilinin özüdür. 4 məna ifadə edirlər. Köməkçi feil, birləşdirici feil, əsas məna daşıyan feil. Burada onun mənanı qüvvətləndirən, yəni bir ədat kimi işlədiblər. Əgər əmr cümləsində do feilini biz feilin əvvəlində görürüksə, bu həmin o feilin daha vurğulandığını, daha qabarıq deyildiyini göstərməkdən ötürüdür. Bir var deyirsən ki, come to my birthday party, mənim ad günümə gəl. Amma do deyəndə həmin o gəli daha ürəkdən deyirsən, daha da vurğuluyursan ki, mütləq gəl, məni bu mənanı verir. Deməli, burada yeni bir qayda öyrəndik, müəllim yoldaşlar. Əgər siz feilin qabağında
do feilini görsəz, bilin ki, bu do feili emphatik do deyilər buna. Mənanı qüvvətləndirmək mənasında işlədilir. Əmr cümləsində mübtəda olmur, xitab olur və onu necə ayıracaqsınız? Xitab cümlənin əvvəlində gəlir, özündən sonra vergül gəlir, cümlənin ortasında gəlir, hər iki tərəfdə vergül olur və yaxud da cümlənin sonunda gəlir, özündən əvvəl vergül olur. Yəni, əmr cümləsində xitab olur, mübtədə olmur. İndi zəhmət olmasa baxaq exclamatory, yəni nida cümlələrinə. Ümumiyyətlə, danışıqda hər hansı yüksək hisslə, həyəcanla ifadə olunan söz özü bir nida cümləsidir. Amma qrammatikaya gələndə nida cümləsinin iki əsas növü var. How-la başlayan nida cümlələri və what-la başlayanlar. Gəlin what-la başlayana baxaq. What a beautiful landscape it is. Burada əsas nəyə fikir verirsiniz, müəllim yoldaşlar? Birincisi, what-la başlayan nida cümlələrində ismin qarşısında qeyri-mənik artikl olur, əgər bu isim sayılan təkdirsə. Yox, əgər sayılan tək deyilsə, onda heç bir artikl olmur. İkincisi, artikl sifətdən əvvələ keçir. Və yadınızda saxlayın, əsas məsələ cümlənin söz sırası düzgün olur, əvvəlcə mübtədə, sonra xəbər gəlir. Xəbər mübtədədən əvvələ keçə bilməz. Testdə işləyəndə buna çox xüsusi fikir verməyinizi xahiş edirəm. İkincisi, əsas məsələ nədir? Baxın, landscape bu cümlənin bir ismidir, bu cümlədə bir isim var, amma bu isim cümlənin mübtədəsi deyil. Ona görə də mütləq şəkildə what-la başlayan nida cümlələrində ismin yanında bir mübtədə olur. Baxın, it. Bu cümlənin mübtədəsi həmin bu əvəzlikdir, itdir. Həmişə əvəzlik olması mütləq deyil, amma demək olar ki, əksər hallarda həmin o ismin yanında bir əvəzlik olur. Bu mübtədə. Deməli, bir də baxırıq söz sırasına what, üstə gələk qeyri-mənik artiklı, sifət, təqsim, mübtədə, xəbər. Deməli, buradan öyrəndik, ismin qarşısında qeyri-mənik artikl olur, artikl sifətdən əvvələ keçir, ismin yanında mübtədə, sonra xəbər gəlir. Söz sırası pozula bilməz. Xəbər mübtədədən əvvələ keçə bilməz. How-la başlayan nida cümlələrində isə ismin qarşısında artikl olur və bunu da yadımızda saxlayırıq ki, deməli, bu artikl 3 halda düşə bilir. Əgər ismin qarşısında yəlik əvəzliyi, yəlik halda olan isim və yaxud şəxs əvəzliyi varsa, artikl düşür. Onlar da bir təyin edicidir. Ona görə də bunlar da ola bilər. Yəni, təkcə zi yoxdursa, yox bu düzgün deyil, belə bir şey yoxdur. Artiklın 3 düşmə halı var. Yəlik əvəzliyi, yəlik halda olan isim və işarə əvəzliyindən sonra müəyyənlik artiklı, ümumiyyətlə artikl işlənə bilməz. Deməli, əsas nə idi burada? İsmin qarşısında artikl z olur və o isimdən ayrılmazdır. Baxın, sifətdən əvvələ keçir, amma z sifətdən əvvələ keçə bilməz. Və bir şey, bax görürsünüz, burada da landscape var, amma onun yanında başqa bir mübtədə yoxdur. Yəni, how-la başlayan nida cümlələrində isim özü elə cümlənin mübtədəsi olduğundan isimdən dərhal sonra xəbər gəlir. Burada da söz sırasını dəyişə bilmərik. Bu xəbər isimdən əvvələ keçə bilməz və söz sırasına baxın, how, sifət və yaxud da zərf, müəyyənlik artiklı, isim, xəbər. Xahiş edirəm, yadınızda saxlayın. Deməli, qrammatik hissəsi, nəzəri hissəsi dərsimizin bu qədər. Buyurun, açın mikrofonlarınızı, suallarınız varsa verə bilərsiniz. Müəllimə, Buyurun. biz ayrıcı suallarda Bəli. I am teacher, am I işlətmək olmaz, amma aren't I deməliyik. Bəli, bəli. Deyə bilərsiniz ki, aren't I. Yəni, biz bilirik ki, a, to be feili heç vaxt birinci şəxsin təki ilə işlənmir. Amma ayrıcı sualları istisnadır. Ya burada deyəməliyik ayrıca, qısa şəkildə yox. Am I not və yaxud da aren't I. Tamamilə doğrudur. Am I not? Bir də müəllimə, orada məsələn mübtədaya sual verəndə Kate is my friend. Orada deyirik who is my friend. Bəli. Bir deyirik ki Kate took the book. Kate kitabı götürdü. Onda deyirik who took the book. Bəli, 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 bəli.
Ondan sonra, bəli, mübtadiyə verilən sual cümləsindən sonra do, does, did işlətmək olmaz. Bəli. Transfer mənim. Tamamlığın Afiyet sualı olsun. olanda işlətmək olur da, mübtədanın sualı olanda Bəli, olmur. ümumiyyətlə, xüsusi növ sual cümlələrinin söz sırası dəyişməzdir. Sadəcə olaraq mübtadiyə verilən sualda do, does, did işlətmirik. Amma digər hallarda Əsas feil. sual əvəzliyi, köməkçi feil, Birinci mübtəda, feil. əsas feil. Söz sırası dəyişməzdir. Yəni, Əgər sualınız yoxdursa, 10-cu sinifə keçək icazənizlə. xeyr mənim. Bəli, keçək. Bəli. Deməli, burada bir neçə bizim test tapşırığımız var. Əgər sizin üçün çətin olmazsa, siz bu tapşırıqları özünüz işləyərsiniz. Çünki sadədir. Sadəcə mən sözləri bir dəfə izah edeyim. Occupation, işğal, motherland, anavətən, bravery, qəhrəmanlıq, liberation, azadlıq, celebration, bayram, qeyd etmə. Yəni, nə edəcəksiniz? Doğru yerdə işləməyib, siz həmin sözləri doğru cümləsində işlədib tərcüməsini eləyərsiniz. Burada da the grateful, initial, yəni doğru sözü ya altına xətt çəkmək, ya seçmək lazımdır. Söz önləri çox əhəmiyyətlidir. Nə qədər çox söz önünə aid olan tapşırıq yazsaz, sizin üçün yaxşıdır. Yəni, tapşırıqları icazənizlə siz nöqtənizə buraxıram. Və burada, bax, bu tapşırığı işləyərsiniz. Bu sözlər də burada var. Mistake detektorda yenə də özünüz baxarsınız. Mən qrammatik Müəllimə, hissləri səhifəsini deyərdiniz də. əlbəttə ki, deməli, ikinci unitin axırlarıdır. Deməli, qoy bir də baxaq, zəhmət olmasa qeyd edin. Deməli, bu use of English o 40-cı səhifədən başlayır ta ki, növbəti unitə qədər. Mən daha çox bu qrammatikaya baxım. Siz də orada mətnlərin tərcüməsində mənə kömək edərsiniz. Buyurun. Müəllimə, o Buyurun. use of English-i biz təqdim eləyəndə necə təqdim eləyək? Özünü möhkəmləndirməlidir, yoxsa ingilis dilinin işlədilməsidir? İstifadəsi. İngilis dilinin istifadəsi. Bəli. Eləcə sözləri baxaq, sadəcə mənası nədir və sonra qrammatik hissəsinə istəyirəm daha çox önəm verək və bir də mətni siz tərcümə edərsiniz. Date back təsadüf etmək deyilir, deməkdir. Məsələn, tutaq ki, hər hansı bir hadisənin başlanğıcı filan vaxtda təsadüf edir, belə deyirik, yəni oradan başlayır. Annual ildə bir dəfə keçirilən festivity, şənlik, bayram, excuse, bəhanə, üzür, live, görürsünüz burada adjective yazılıb, çünki bu live feil olanda yaşamaqdır. Life olanda həyatdır. Live adjective olanda canlı deməkdir. Arrange sıralama, ritual mərasim, ritual, preserve qoruyub saxlamaq. Deməli, sözləri Festivities nə idi? Festivities nə idi? nə dediniz müəllimə? Festivities nədir? Festivity, şənlik, bir də deyim. Yəqin ki, sürətlə dedim. Deməli, date back təsadüf etmək, annual ildə bir dəfə olan, festivities, şənlik, festival, excuse, bəhanə, üzür, live, canlı, range, sıralama, ritual, ritual mərasim, preserve, qoruyub saxlamaq. Gəlin bu tapşırıqları eləməyə çalışaq. Deməli, deyir ki, complete the gaps with the words, phrases from task 2. Bax, elə baxdığımız bu sözlərdən istifadə edib, bu sözləri yerinə qoyub cümlələri tərcümə eləmək lazımdır. Kəmilə xanım, gəlin elə birinci sizi görürəm, sizdən başlayaq. Buyurun, zəhmət olmasa. Birinci cümləni elə lap sıfırdan başlayın. As a part of the ritual, everyone puts a piece of bread onto the table. Mərasimin hissəsində hər kəs stolun üstünə bir parça çörək qoyur. Bir ritualın tərkib hissəsi kimi, belə deyir. Belə deyir. Yəni, bu, həmin o ritualda bir hissədir ki, o ritualın elementlərindən biridir ki, çörəyin üzərinə, stolun üzərinə bir parça çörək qoymaq lazımdır. Bu da deyir ki, ritualın hissəsi kimi. Bəli. Buyurun, Kamilə xanım. The band will give an concert performance next week.
Gələn həftə band adı da müəllimə. Yox, Yəni orkestr. orkestr bandası. Deməli burada daha sözlər var. Festivities, Konsertdən söhbət gedir də müəllimə. Konsert necə olar? festivities. Bəli, Yox. festivities. Yox. Baxın müəllimə qadas tələsməyin. Burada article var və Hansı konsert sözlər bir var isimdir. müəllimə? İsimdir. Baxın müəllimə, xahiş edirəm tələsməyin. Konsert isimdir və qarşısında bir article var. Biz bilirik ki, ismin Təyin qarşısında edən səhv olmalıdır müəllimə. ay sağ ol. Ay sağ ol. Ritual Özə concert, performance next week. Yo, ritual işlədilib müəllimə. Range. Live. Live də canlı. Live var orada. Görməmişim müəllimə. Live, Hı -hı. bəli. Tələsməyin. Mən yuxarı qaldıraram, baxarsınız. Əsas odur ki, article nə vaxt ismindən əvvələ keçir. Əgər bunun qarşısında sifət varsa, ismi Sifət var. təyin edən sifət lazımdır bizə və sözlərə sadəcə baxıb yada salmaq lazımdır. Canlı konsert verəcək. Bəli. Bilmirəm, bu ikinci gördüyüm kimdir? Bax, bu müəllimə kimdirsə. Hə, Gülnar Zeynalova. Buyurun, Gülnar xanım. Bəli. 2. The Pomegranate Festival is an culture festival that is held in Göyçay, Azərbaycan. Deyir, Nar festivalı Azərbaycan şəhəri olan Göyçayda mədən bir festival kimi nədir, keçirildi? Keçirilir. Is held. Keçirilir də, bəli. Yəni, burada xəbərimiz budur. Is held. Passivdir. İstəyirsiniz, mən aşağı indirim. Baxın bütün sözlərə. Yenə də sifət lazımdır. Festival sözünü indirirəm. İndirirəm aşağı, baxın. Demək, illik olar. Yox, illik olar. İllikdir də, bəli. Hər il keçirilən. İldə bir dəfə, bütün bayramlar illikdir. Hər bayramdan ildə bir dəfə keçiririk. Bir şey dəqiqə. Lamiyə xanım. Zəhmət olmasa 3. Müəllimə. People visit diverse of background take part in this festival. Bu festivalda iştirak etmək üçün insanlar diverse sözünü bilmədim. Müxtəlifləşirlər. Bir dəqiqə, bax, görək hansı sözlər var. Excuse, festivities, annual, date back, live, range, ritual, preserve. Bəhanə, üzr istəmək olmaz. Bir dəqiqə baxaq burada. Diverse of backgrounds take part in this festival. İsim lazımdır da. Hansı? Müxtəlif festivities, mərasimlərlə. Range olmaz burada. Range of background. Müxtəlif sayda mənasında işlənir burada. Sıralama. Yəni, background da mənşədir. Müxtəlif mənşədən olan insanlar bu festivalda iştirak edə bilərlər. 4-də, Aygün xanım da səhv eləmirəmsə bir dəqiqə baxaq. Bəli, Aygün xanım zəhmət olmasa 4-də baxaq. Aygün xanım. Aygün xanım nəsə danışmaq istəmir. Mən danışım. Danış. Yes. 4. I was really tired of everything and that invitation was a perfect excuse to get out of town. Mən deyir, həqiqətən hər şeydən yoruldum və bu dəvət şəhərdən elə gedib can qurtarmağa da, şəhərdən uzaqlaşmağa qəşəng bəhanədir, əla bəhanədir. Yəni, əla bir bəhanədir. Çox gözəl elədin qızım. Zəhmət olmasa birində elə çox yaxşı elədin. Halal olsun. Yes. Several celebrities are going to visit Azerbaijan to take part in the festivities. Deyir, müxtəlif elə bir çoxlu məşhurlar Azərbaycana festivallarda iştirak eləmək üçün gələcək. Çox gözəl. Buyurun, mən daha heç kəsi görmürəm. Kim istəyirsə buyursun. Buyurun. Kim istəyir? Kim eləməyib eləsin? 6. Oxuyun müəllimə. Əlbəttə ki, oxuyun. Buyurun.
Azərbaycan people must their language from the influence of other language. Azərbaycan dili digər dillərə digər dillərdən təsir edir. Yəni dillərdən gəlmə sözlər də var da. Azərbaycan İndi ora nə qoyaq? Bəlkə Azərbaycanlılar deyir ki, biz qorumalıyıq, dilini qarşısını almalıyıq, qorumalıdır. olmamalıdır. Yəni qarşısını almalıdır, qorumalıdır. almalıdır. Preserve. 8 Kəmlə Preserve. xanım, xahiş edirəm, müəlliməni tələsdirməyin, qoyun özü rahat-rahat tapa bilər. Çünki tərcüməni yaxşı eləyir. Lamiyə xanım, zəhmət olmasa 7-də eləyin. Preserve olmalı. Made in exists not only in Azerbaijan but also in other Oriental countries. Qız qalası nəinki Azərbaycanda, hətta Oriental ölkələrdə də Şərq müəllimə. Müəllimə qadası. Digər şərq ölkələrində də mövcuddur. ölkələrində də mövcuddur. Studies have shown that most of them to medieval times. Bax, görürsünüz, burada tarixdən söhbət gedir. Tarix olanda olduğuna görə nə qoyarıq Lamiyə xanım? Çox sevindirici haldır ki, tərcüməni rahat eləyirsiniz hamınız. Çox yaxşıdır bu. Burada da qoyduq nə? Date back. Çox gözəl Lamiyə xanım. Tələffüzünüz də yaxşıdır, xoşuma gəldi. Tərcüməni də qəşəng elədiniz. Çox əla. Gəlin bu üçü də eləyək. Mənə gəlir ki, bugünlük kifayətdir. Sabahlarım əsas sözləri soruşacağım müəllim yoldaşlar. Sözlərə xahiş edirəm. 3'ə baxın, idiomlara baxın və bir də test zəhmət olmasa sadə cümlənin növlərindən interrogativ sentensli, negativ sentensli, bax bunlardan 50 dənə test işləyərsiniz. Buyurun 3'ə başlayaq. Kəmlə xanım 0-dan başlayın, 1-də eləyin. Elədik də mənim elədiyim bu idi də elədim. Bircə dəqiqə mən başa düşmədim, biraz qarışıqlıq oldu. Nə dediniz? Test Uşaqlığı işləyəcək. işlədik müəllimə. Xahiş edirəm bir danışın. Lamiyə xanım nə deyirsiniz? Deyirdim hansı test işləyəcək? Kaspi test bankında işləmiş deyək mürəkkəb cümlənin növləri. Ondan biraz yuxarıda sadə cümlənin növləri var. Interrogativ, negativ, sentences, nida cümlələri, sual cümlələri, əmr cümlələri, bax həmin o cümlələrə aid testlər var. Onlardan 50 dənəsini işləyirsiniz zəhmət olmasa. Çox maraqlı testlərdir. Bu dərsi qayd edirsiniz də yəqin ki. Bəli. Kəmlə xanım, buyurun 0-dan başlayın, 1-də eləyin. Yəni işlədik də müəllim, indi işlədiyimiz bu deyil idi. Bu idi. 3'ü işləyirdi. İşlədik də mən bu testi. Belə tapşırıq işlədik. Yox, baxın. İşlədik müəllimə, işlədik bu. Başlayın. 4 işləyək. 4 işləyək. Mətnləri özünüz eləyərsiniz. Mətnlər elə çətin bir şey deyil. 2-ni eləyək. You are going to read an article about the different festivals. Yox, bu da birbaşa mətnə aiddir. Mətni özünüz eləyərsiniz, asaddır. Elə suallar da mətnə aid olan suallardır. Aha. Kəmilə xanım, buyurun. Gözəl bir mətnimiz var. Bax, bu adı necə tərcümə edərsiniz? Elə adından başlayır hər şey. Buyurun, Kəmilə xanım. The motherland garden is full of flowers, but there is no xarı bülbül among them. Vətən bağı al-əlvandır, yəni bizim dildə yox içində xarı bülbül. Tamamilə doğrudur. Tamamilə doğrudur. Biz bunu yəni hərfi tərcümə eləmirik də. Bax belə siz dediyiniz kimi bir mahnının sözləridir. Gözəl, davam eləyin. Birinci abdası davam eləyin, sonra badam qızım eləyər, davam eləyər. Buyurun. According to the lyrics from an old Azerbaijani folk song, a man who was living abroad felt homesick for his native Azerbaijan and decided to plant a garden with flowers from his homeland. Lirik mahnının sözlərin lirikaya Kəmilə görə xanım, çox üzr istəyirəm. Lirik elə mahnı sözləri deməkdir. Qədim mahnının sözlərinə görə xaricdə yaşayan insan ana vətən həsrəti çəkir və qərarı alır ki, özünün bağında vətənə aid güllər əksin. Vətəndən güllər əksin. Bəli, vətəndəki güllərdən bir bağ salsın. Təşəkkür edirəm müəllimə. Tərcüməniz çox mükəmməl olub. Xatırlayıram ilkin qoşulan vaxtlarınızı. Çox qəşəng eləyirsiniz müəllimə. Çox sevindim.
Badam xanım, buyurun zəhmət olmasa ikinci abzas eləyin. Yes. His garden was so full of flowers except for the xar bulbul, a flower associated with the town of Şuşa. Onun bağı deyir güllərlə dolu idi, amma xar bülbüldən savayı. A flower associated Şuşa, with bircə every dəqiqə müəllimə. Bəli. A flower associated with town of Şuşa. Şuşa şəhəri ilə birləşən belə bir Ay, tərcümə sağ ol. oldu. Yəni, Yes. Şuşa ilə Birləşən eyni məna verir. Onu Yes. associated birləşmək deməkdir, doğru Birləşmiş. deyirsiniz. Yəni, Şuşa şəhərinin rəmzi olan, belə deyək də, axı bu biraz bədii tərcümə istəyir. Davam elə. Yes. Although the man tried a lot, he couldn't grow xar bulbul far away from his country. Baxmayaraq ki, mən yəqin ki, kişi kimi tərcümə olur burada. Deyir, Bəli, bəli, çalışdı. Amma o, xarı bülbülü öz ölkəsindən uzaqda böyüdə bilmədi, yetişdirə bilmədi. Bəli. Bu cümlənin hansı növüdür qızım? Xahiş edirəm tələsmə. Baxmayaraq ki, deyir, ziddiyyət var da burada. Ziddiyyət budaq cümləsidir, tamamilə doğrudur. Yes. Daha hansı ziddiyyət budaq cümlələri var? Batnal olan var. Bat ziddiyyəti bildirir, amma Yes. budaq Although, cümləsi in spite olmur da. of, Bəli, bunlar da deməli, vardı. Deməli biz Ziddiyyət. ziddiyyət bildirən cümlələr sadə cümlələr də ola bilər. Batdı, yetdi. Bunlar ikisi deməli tabesiz mürəkkəb cümləni Bu cümlə bir-birinə mürəkkəb bağlayan cümlədir, eləmi? Hə, ikincisi də xəbər. bağlayıcılardır. Bəli. Amma so, also, while, whilst bunlar isə whereas bunlar isə tabellik bağlayıcılarıdır və ziddiyyət və güzəşt cümlələrini baş cümləyə bağlayan bağlayıcılardır. Ziddiyyət və güzəşt nə deməkdir? Biri var ki, bu ziddiyyət kəskin olur. Biri də var ki, o qədər də kəskin olmur. Ziddiyyət də ziddiyyət olmağına. Və əgər cümlədə bəzən elə ola bilir ki, bu bağlayıcılardan əvvəl vergül gələ bilir. Xüsusən ziddiyyət bildirəndə. Biri var güzəşt, biri var ziddiyyət. Amma əgər while, whilst, whereas bağlayıcılarıdırsa, bunlardan əvvəl demək olar ki, əksər hallarda vergül qoyulurlar. Axı biz nə demişdik? Demişdik ki, tabesiz mürəkkəb cümlədə bağlayıcıdan əvvəl vergül olur. Tabeli mürəkkəb cümlədə isə adətən olmur. Adətən deməkdir ki, ziddiyyət bildirən bağlayıcılardan əvvəl vergül qoyulur. Hətta zodan əvvəl də vergül qoyulur. Zo, also demək olar ki, bir-birindən tam sinonimdir. Sadəcə bir fərq var ki, also cümlənin sonunda işlənə bilmir. Zo isə cümlənin sonunda da işlənə bilir. Xahiş edirəm, qeydinizi götürün. Bəli, davam edirsin. Gülnar xanım, buyur, davam elə. Zoşa was ready Badam, to çox təşəkkür edirəm qızım, əlasan. Buyurun. welcome its guest for the fourth Xar Bulbul Music Festival in 1992. The festival didn't take place because of the occupation of the town. Deyir, baxmayaraq ki, Şuşa öz qonaqlarını Xar Bulbul Festivalını qarşılamağa hazır idi 1992-ci ildə. Festival amma baş tutmadı, çünki şəhər işğal olmuşdu. İşğalına görə olmuşdu, yox. Because of the occupation. Burada müəllimə, şəhər işğal olmuşdu deyəndə bu olur mürəkkəb cümlə. Şəhərin işğalı səbəbindən. Bu mürəkkəb cümlə deyil. Because of-dur, bəli. Və özündən sonra söz birləşməsi gəlir. Əladır, davam eləyin. Despite 29 years of separation, Azerbaijan people forget neither Şuşa nor Xar Bulbul. On November 8 in 2020, Xar Bulbul Music Festival returned to Şuşa thanks to the victorious Azerbaijan army. Demək, baxmayaraq 29 il Azərbaycan xalqı Şuşanı nə Şuşanı, nə də Xar Bulbulu unutmamışdı. Bircə dəqiqə, xahiş edirəm, tələsməyin. Biraz kifayət qədər burada izah olunmalı məsələlər var. Birincisi, burada despite var. Və bu yenə də mürəkkəb cümlə deyil. Əslində bu bir mürəkkəb cümlə olub. Əslində bu mürəkkəb cümlənin ziddiyyət budaq cümləsinin ixtisarıdır. İnversiya deyilən elə budur. İnversiya eləyəndən sonra cümlə bu şəklə düşür. Amma
İnversiya nə deməkdir? İnversiya o deməkdir ki, biz mürəkkəb cümləni ixtisar edib sadələşdiririk. O sadələşdiyinə görə artıq bu əvvəldə gələn cümlə deyil, cümlə əlavəsidir. Və despite bir prepositiondur. Elə bil ki, bu bir cümlə olub, also ilə bağlanıb. Amma onu ixtisar eləyəndə also onu despite ilə, yaxud da bayaqki kimi because of-la əvəz edə bilərik. İndi bəli deyir ki, 29 illik ayrılığa baxmayaraq, bax buranı xüsusən müəllimə qədası. Mən sizə qulaq astım, tələsməyin. Mən gördüm ki, siz bax burada gözdən qaçırdınız. Ona görə mən buranı sizə diqqətinizə çatdırıram. Gözüm telefonda yaxın. Bəli, müəllimə. Bura biz nəsə öyrənmək üçün qoşulmuşuq. Mən gördüm. Mən sizə qulaq asıram. Narahat olmayın. Diqqətlə qulaq asıram. Ona görə də bax bura fikir verin. Sonra isə oranı çox qəşəng elədiniz ki, Azərbaycan unutmadı. Burası doğru. Deməli, bax bu inversiya ki, müəllimlərin qorxulu yuxusudur. Bu qorxulu bir şey deyil. Sadəcə bax bu also ilə verilən cümlə ki var, mürəkkəb cümləni. Həmin o cümləni mən qolunun budağını kəsirəm. Yəni nə deməkdir? Bir cümləni sadələşdirməkdən ötürü ikinci mübtədəni xəbər atırsam. Və burada məsələn bağlayıcılar ya atılır, ya da başqası ilə əvəz olunur və yaxud da buradakı kimi söz ölü ilə əvəz olunur. Bu elə hazır inversiyadır. Bax bu cümlə hazır inversiya olmuş bir cümlədir. İndi ora çatanda da artıq qorxmadan başa düşəsiniz ki, bu nədir? Rahat bunu eləyəcəksiniz. Davam edin, zəhmət olmasa. 8 noyabr 2020-ci ildə Xarı Bülbül Festivalı demək Azərbaycan ordusunun qələbəsinə təşəkkür qayıtdığını Ay sağ ol. Yadınızdadırsa, mən o because of sonra in order to, bax bu söz önlərindən danışanda bunun haqqında sizə demişdim. Demişdim ki, burada yoxdur, mətndə verməyib, qrammatikada verməyib, amma sayəsində görə üçün because of-un sinonimidir. Və burada da deyir ki, qalib Azərbaycan ordusunun sayəsində. Thanks to təşəkkür deyil. Thank başqa şeydir. Thanks to isə bu söz birləşməsidir. Bəli. Buyurun. Deyir ki, Azərbaycan ordusunun qələbəsinə görə musiqi festivalı Şuşada yəni qayıtdı. Bəli, 2020-ci ilin noyabrın 8-də qayıtdı. Davam edin. The musical compositions of different people living in Azerbaijan were performed in the concert multiculturalism in Azerbaijani music. Deyir, musiqi kompozisiyası müxtəlif insanların yaşadığı, Azərbaycanda müxtəlif insanların yaşadığı, Azərbaycan musiqisinin çox millətli olduğunu ifadə elədi və göstərdi. Təşəkkür edirəm müəllimə, təşəkkür edirəm. Lamiyə xanım, davam edin, zəhmət olmasa. Museum performance, music groups and performance of different nationalities who live in different regions of the country sent the message to the whole world. In this country, everyone, regardless of nationality or religion, as a single homeland, Azərbaycan. Deməli, onların deməli tamaşaları, musiqi qrupları, performans, tamaşaçılar, müxtəlif milliyyətdən olanlar ki, müxtəlif regionlarda yaşayan, bu ölkələrdən gələnlər, bütün dünya bir dənə mesaj verdilər. Bu ölkə, hər kəs bir qayda olaraq regardless of nationality or religion, millətindən və dinindən asılı olmadan hamısının bir dənə vətəni var, Azərbaycan. Bəli, hamısının. Bəli, davam edin qadası, davam edin Lamiyə xanım. Davam eləmişsiniz. In spite of having different cultural background, all the peoples in Azerbaijan have always
prove to have the same absolute loyalty to the motherland. Deməli, müxtəlif mədəniyyətləri Malik əvəzində olmalarına baxmayaraq, müxtəlif mədəniyyət aid olmalarına baxmayaraq, bütün Azərbaycanda bütün insanların həmişə sübut eləməyə çalışırdılar ki, eyni tamamilə tamamilə öz vətənlərinə tam sadiqliyini nümayiş elətdiriblər. Hansı mədəniyyətlərdən, hansı mənşədən olduqlarından asılı olmayaraq öz sədaqətlərini sübut eləyiblər, proved. Müəllim yoldaşlar, bugünkü dərsimiz bu qədər. Buyurun, dərs haqqında fikirlərinizi deyə bilərsiniz. Özünüzün təşəkkür edirəm.